kosmos axı nədir? Ümumiyyətlə kosmos hardan başlayır, harda bitir, ümumiyyətlə bitirmi? Ondan başlayaq ki, kosmos qədim Yunan dilinə tərcümədə nizam deməkdir. İlk dəfə bu ifadəni eramızdan qabaq 6-cı əsrdə Pifaqor işlədib. Pifaqor və qədim Yunanlılar düşünürdülər ki, kosmos nizamlıdır. Amma qayıdaq əsas məsələyə. Kosmos hardan başlayır? Əslində bu sual həm maraqlı, həmçindəki birmənalı deyil. Çünki kosmos hər kəsin qəbul etdiyi bir xəyali xəttdən, yer kürəsinin üzərində olan 100 kilometr məsafədən başlayır. Bu xəttə Karman xətti deyilir. Lakin 10 kilometr hündürlükdə atmosfer qatı çox təhlükəli bir yerdir. Çünki orada oksigen insan sağlamlığına xeyirdən çox ziyan vurur. Məhz buna görə də bir çox aviaşirkətlər və təyyarələr hermetizasiya məsələsinə çox ciddi yanaşırlar. Əvvəllər insanlar öz inanclarına əsasən kainatın yaranmasını izah etməyə çalışırdılar. Lakin bu sualın cavabının ən məntiqli hissəsi məhz 20-ci əsrin ortalarında tapıldı. 13.8 milyard il qabaq bütün bu kainat proton boyda bir nöqtənin daxilində, singulyarlıqda, zamanın və məkanın olmadığı bir yerdə partlayış nəticəsində yarandı. Bu partlayış sayəsində qalaktikalar, ulduzlar, planetlər, asteroidlər, mən, siz və bu kanal yarandı. Yer gəlmişkən kanalda abunə olmağı unutmayın.